Oradan da Ay, hə hə. Oradan da kanı tapırıq yerinə qoyanda. əla. Bir Uşaqlar, baxın birinci bizə verib ki, bu vektorlar kolineardır. Abbas, kolineardırsa nisbətlər bərabərdir. X-in x-a nisbəti y-in y-ə nisbətinə bərabərdir. Buradan çarpaz vurub hesablasaq 4k bərabərdir 48-ə, k da bərabərdir 12-yə. Bizdən də C vektorunun uzunluğunu soruşur. 12-ni gətirib yerinə qoysam, C vektoru olur 12 ilə 16. Bizdən də uzunluğunu soruşur. Uzunluqda kökətdə kvadratlar kökətdə kvadratdan cəmi Bu da neçə eləyir uşaqlar? 20. 20. Abbas başa düşdün yoxsa yox? Bəli, müəllimə başa düşdüm. Bir dənə axırıncını da yazım silərsiz. Tamam. Əminə qızım, bax bizə nə deyir? Deyir ki, AB vektoru vurulsun AC üstəgəl BC-ni tap. Gəl bunu vurub açaq qızım. Gəl bunu vurub açaq. Hardan bildi 84-də bir səhv? Sən demədin. Hə dedim. Dediyimi də xatırlamıram. Müəllim münəccim deyil, yatıb yuxusunda görməyibdi. Deməli belə, AB vektoru vurulsun, AB vektoru, AC vektoru üstəgəl. AB vektoru vurulsun, BC vektoru. Yaxşı? Bir vurub açıram, demirmi? Bunu buna vur. Vurub açdım. İndi qızım, bax AB vektoru BC vektoruna perpendikulyardır da, elə deyilmi? Bəli. Perpendikulyardırsa skaler hasili sıfırdır da. Bunu at geçsin, bu sıfırdır. Tamam mı? Doğru. Bəli. Daha sonra burada AB vektoru vurulsun AC vektorunu da. AB-nin əslində katetidir. AB kateti 15-dən. İndi AB-nin yerinə 15 yazar bilərik, yoxsa? Uzunluğu 15'dir. AB vektoru vur AC vektoru bu deməkdir qızım. Elə bil A vektoru vurulsun B vektoru bərabərdir. Modulda A vektoru vurulsun, modulda B vektoru vurulsun kosinüs alfa. Tamam mı? Tamam. Deməli belə. İndi burada bizim AB tərəfimiz neçədir? 15'dir. Yəni sən bunun yerini yazmalısan. Bax bunun yerini yazmalısan. Bərabərdir. Modulda AB vektoru vurulsun. Modulda AC vektoru. AB ilə AC vektoru arasında qalan bucağında kosinüs. İndi gör buradan nə sala bilirsən? Uşaqlar siz tapdınız 72 nömrəli sualı. Bəli. Promo tərk elədi buranı. Necə Əminə? Şah Abbas tərk elədi promo. Elədim yəqin interneti gedir. Deməli, Banu nə deyirsən? 72'de cevap 10'du. 72-də cavab 10-dur deyirsən. Baxaq görək. Müəllimə bağışlı. Rəsmi açanda çaşdım, söndürdüm. Yaxşı. Deməli belə, 10 tapmısan 72-də səndə. Bəli, müəllimə. Düzdür Əminə, 10 idi. 72-də. Bax bir dənə. Dəqiqə baxım, çünki 72-ni və verməmişdik və yox olmamışam. Tamam. 72-də cavab bəli 10-dur. Uşaqlar, bir dənə qulaq asın sizdə. Bu deməli 74 nömrəli sualı. Bu asan sual deyil belə baxanda. Baxın sizdən nəyi soruşur? Sizdən soruşur AB vektoru vurulsun AC vektoru üstəgəl BC vektoruna. Bunu açırsınız. Vurub açanda alırıq AB vur AC üstəgəl AB vur BC. Uşaqlar, AB ilə BC perpendikulyardır axı. Vektorlar perpendikulyardırsa skaler hasili sıfırdır. Bu hissəni at geçsin. Tamam mı? Bu bir hissəni hesablayasıyıq. AB vektoru vurulsun AC vektorunu tapmaq üçün də bu vektorların uzunluqlarını bir-birinə vurub aradakı bucağın kosinüsünün hasilini hesablayacaqsınız. Tamam mı? Hə, indi əsas məsələ budur. Aradakı bucaq. İndi bir dənə bu hissəyə baxın, diqqət eləyin. Bir dənə yaxınlaşdırıram şəkili. Baxın, AB vektoru budur, AB vektoru budur. 15 verilib bizə. AC vektoru da budur. Arada qalan bucaq da budur. Kosinüs alfa. Kosinüs alfa nəyin nəyə nisbəti idi uşaqlar? Hansı katetin nisbəti idi? Nəydə ismədir? Kosinüs alfanın atışı. Orada x1 vurulsun x2 yəni kosinüs alfa nəyə nisbəti?
müsbətidir, düzbucaqlı, üçbucaqlı. Hə, qarşı katetin hipotenuza. Bitişik katetin Bitişik katetin sizlə qarşıladım. AB bölünsün AC. Bəli. Kısa yolunu da deyəcəm. Bir boş əzbərləyə də bilərsən. Gətirib indi bunu yerinə qoyacaqsan. Gətirib burada yerinə yazsan, sənin misalın nə olur? Deməli bunu silim. Burada yerinə yazacaqsan. Bu da olur AB vektoru vurulsun AC vektoru. Deməli vurulsun. Qoysun sayfamızda AB bölünsün AC-dir da. AC-lər ixtisar gedir. AB-ni AB-yə vuranda AB-nin kvadratı. Bizim AB-miz də 15-dir da. 15-in kvadratı 225. Yəni bu kimi misalda elə konkret kvadratını götürə bilərsən. Bəli. Başa düşdük? Bəli, müəllimə. Biraz çətindir amma yəni qısa yoldan misalın konkret cavabı onsuz bir dənə qiymət Bir verir. dənə silməyərdi, zəhmət Tamam, olmasa. yazın. Bunun eynisi var Əminə. Baxın bir dənə kitaba. Yoxdur deyəsən. Yox. Yox, 83 var. Var. Hə, 83-ə bir dənə baxın. Baxın ki, onsuz cavab deyəcəksiniz. Bilirəm. Bu səhvə baxdım, elə bildim yoxdur, amma var. Diqqətli olun. Qoysun sayfa bitişin. Onda 83'də nədir cavab? 25. Hə, 25. Tutardı kvadrat alınır. Yaxşı? Əslində hesablamaya tezlikdə 5-in kvadratı 25 çıxdı. Bunu silirəm. Abbas yazdın, tutardın. Tamam. O Bəli, müəllimə, bayaq bəli, sualda da bu işi görə bilərdik əslində. AB, DF. AB, DF. Paraleldir. Buna baxarıq. Deməli belə. Hə, uşaqlar Tamam. növbəti sual nə idi? 73 gəlir sırada. 73. Tamamdır. Neyinizi? 73. Emine Zahire 73. Bir anda evlədim mənim səsim bağlı. Hə. 73-də A vektorunda birinci başlanğıc vektorunu tapırıq. 0, 0-dır. Bitiş bir də son vektorunu, yəni oxun son nöqtəsini. Son nöqtəsi yəqin izah eləməyə ehtiyac var, hansıdır? Hə. Son nöqtəsi də 7 ilə 4-də bitir. Nəsə dediniz müəllim? Abbas sesi bağla. Hə, tamam müəllimə. Hə. Son nöqtəsi 0-0-da başlayır, 7 ilə 4 koordinatlarında bitir. Burada da A vektorunda həmişə sondan həmişə birinci ilk başlanğıcı çıxırıq. Hər Bu da ikisinin 7 ilə. başlanğıcı 0-0 nöqtəsi olduğuna görə elə belə Bəli. çıxır ki, bu vektorun koordinatları 7 ilə 4-dür. Amma 0-0 olmasaydı da Bəli, C-yə ondan başlanğıcdan sondan son çıxacaq. çıxacaq. B vektorunun koordinatları da 10-dan mənfi 4-dür. Sonra burada bir skalyar hasil. Skalyar hasildə də yəni düsturumuz var da x1 vurulsun x2 üstə gəlsin, y1 vurulsun y2. Ay sağ ol. Z-imiz varsa da üstə gəlsin z1 vur z2, amma burada z yoxdur. Ona görə 70 çıxılsın 16, Deyir 54. 54. Banı başa düşə bilirik qızım yoxsa yox? Bəli. Tamam, bunun indi eynisi var. Abbas yazacaqsınız. Hadi bakalım. Gözlərini yazdım, sonra sunum. Tamam. Bir dənə mən bunu yazaq. Yazın. Hə müəllim, Bəli. dərsə qoşulmayanlara, bir də dərs yazmayanlara səsim batıb biraz, hə. 500 cəza verin müəllim. Hə. Dərsi məsuliyyətlə yanaşmaq lazımdır. Əminə. Hələ siz Всё. Fidanın görevini bundan sonra Əminə üstlənibdi. Cəza yazdırmaq. ay, Yaxşı. hələ sizlərə az tapşırıq verirsiniz. 500-dən az da. Ola bilər, 1000 də ola bilər. Sileyim bunu. Şah Abbasdan soruşun müəllim, gec yazır. Əminə bugün Abbas'a takıb. Yazıq Abbas deyir, mən kimin toyuğuna iş demişəm. Silə bilərsiz müəllimə. Yaxşı, sildim.
Təşəkkür edirəm. Deməli belə. 74 nömrəli sual. Yazın indi özünüz tez. Oldu mu? Mən takıldım 70-ə. Mən 70-ə baxa bilərəm. Bax qızım. Orada bayaqki üsulla gedəcək. Burax. 28 aldım ben. 28. Evet. Yok ben farklı bir şey yapmışım. 28 değil. 28 düzdür. Şahbaz səhv tapıb mənim 10 dənə Deməli, tez. Şəhəbbas A nöqtəsinin koordinatlarını tapırsan, bax A nöqtəsi budur. X-i mənfun, Bəli. Y-i 4. Mənfun. Bəli. B nöqtəsinin koordinatları nədir deyə yazım yaxşı. Mənfi 4 ilə mənfi 3. Mənfi 4 ilə mənfi 3. Səndən də skaler hasilini soruşur. Skaler hasil x üstəgəl 40 üstə gəlsin. 40 çıxılsın 12. Bəli. Bu da eləyir 40 üstəgəl mənfi 12. Bu da eləyir 28. Başa düşürsən? Ha böyle başa düşdüm. Abbas skaler hasil x üstəgəl y deməkdir. Yəni x-ların hasili, y-lərin hasili toplanır. Bu da Yəni, hardan irəli yəqin bilirsiniz də müəllim. Düsturları zəif bilməsinlər. Oydu. Ben düz yazmışım. Yollar hamısı düzdür. Prosta rəqəmlərin yeni səhv yazmışım. Ona görə səhv gəlib çıxıb. uşaqlar, gəlin 70-ə baxaq, amma 70-də biraz beyniniz yanacaq. İlk öncə onu deyim. Yəni sonra Elə yandı müəllim, narahat olmayın. gəlin baxaq, o biraz məsum deyil o sual. Deməli belə. Hazırsınız savaşa. Bəli. Deməli Bəziləri hazır deyil. Bəziləri hazır deyil. Hə? Qəti söz atmır. Banu Çiçək, qızım, baxın. Perimetr 36 olduğuna görə tərəflərin 6 olduğunu bilirsiniz. Bunları qeyd eləyək. Bəli. Uşaqlar, bizdən AB vurulsun, DF üstəgəl BD-ni soruşur. Vurub açanda görürsünüz ki, bu AB vektoru vurulsun, DF vektoru üstəgəl AB vektoru Vurur DB vektoru. BD vektoru deməkdir. İndi DF vektoru baxın budur. DF vektoru budur. DB vektoru. Bilirsiniz də, bu deməli altıbucaqlıda hər bir təpə bucağı 120 dərəcədir. Hər bir təpə bucağı 120 dərəcədir. Bunu bilirsiniz də altıbucaqlıda. Hər bir təpə bucağı 120 dərəcədirsə, onda bunların payına 60-60 düşür də. Elə də ortadakına 60 düşəcəkdir. Razıyıq? Bəli. Çünki 120-dirsə, yan bucaqlar 30-30-dur. Bura 30-30. Onda burada 30-30-dur. Onda ortadakına 60 dərəcə düşəcək. İndi uşaqlar, deməli nə edirik? Deməli, burada AB vektoru, baxın bu AB vektoru elə DY vektoruna bərabərdir də, elə deyilmi? AB vektorunun yerinə DY yaza bilərik. Baxın, yuxarıda əvəzləmə eləyirəm. AB bərabərdir DY. Gətirib yerinə yazsam, bizim misalımız nə olur deməli? DY vektoru vurulsun DF vektoru DY, DF üstəgəl. Burada da DY vektoru vurulsun deməli BD vektoru. Bu Amma mənə tutmayan bilirsiniz nə oldu? nə görüm nədir? Üzrlüsən sözünüzü kəsdim. Niyə AB-ni DY ilə əvəz edik ki? Yəni AB fərqi var ki, yoxsa? Niyə fərqi var? Quzusu. Burada bax bu AB tərəfi elə DY-yə də bərabərdir, F-ə də bərabərdir, AF-ə də bərabərdir. Hamısı eyni şeydir də əslində belə baxanda hamısı. Sadəcə bucaq münasibətinə görə tərəflər bu tərəfdədir deyə mənə bu lazımdır da. Hə, Onlar düşdüm. Şaşırsan, ona görə AB-yə paralel olan burada DF-dir. Ona görə DF-i götürürəm. Deməli, bu da olur. Hə, cəhləmi. DY vurulsun. Yaxşı. Deməli, DY vurulsun DB vektoru. Əminə qoydu bizi, çıxdı getdi. Mən belə şey olar, dərsin ortasında durub gedir, sizdən özü icazə almamış. Düz deyirsən. Mən indi görürsünüz, indi mənə burada bayaqdan söz atır.
Yəni belə məsuliyyətsizlik olmaz ya. Bəli, düz deyirsən. Düz deyirsən. Deməli, biz burada nə edəcəyik? İndi skaler hasil qaydasından istifadə eləsəm, görək alınır buradan. Skaler hasil qaydasından istifadə eləsəm, mənfi olacaq. Deməli, dy vektorunun uzunluğu vurulsun df vektorunun uzunluğu vurulsun arada qalan kosinüs bucağı. Kosinüs 30 dərəcə. Üstə gəl. Deməli, dy vektorunun uzunluğu vurulsun. Deməli, nə olacaq? db vektorunun uzunluğu arada qalan bucaq nədir burada görək? dy ilə db arasında qalan bucaq dy. Bu dy-dir, bu da db-dir. 90 dərəcədə 60 30. dy ilə db arasında qalan bucaq 90 dərəcədir. Kosinüs də 90 dərəcədə nə alır uşaqlar? 0. Bu hissə 0-dır. Siz bir dənə bu hissəni hesablamalısınız. Bir dənə bu hissəni. Yəni bu olur mənfi. dy-mizin qiyməti 6-dır. db-mizin qiyməti bayaq dedikdə diaqonaldır deyə 6 kök 3-dür. Diaqonal tərəfin kök 3 mislidir. 6 kök 3. Bircə dəqiqə 6 kök 3. Vurulsun. Kosinüs 30 dərəcədə hansı qiyməti alır uşaqlar? Kosinüs 30 dərəcə çəkətdə 3 bölünsün ki. Bəli. Bu da olur uşaqlar. Vuranda 6 6-nın 36, 36 ilə 2 ixtisar getsə mənfi 18, kök 3-ü də 3-ə vuranda 3. Bu da eləyir mənfi 54. Cavab. Başa düşə bilirik. Düzdür, biraz qarışıq çətin sualdır belə baxanda. Yazın dəftərinizə. Ən pis ehtimalda əzbərləyin uşaq. Yaxşı. Qeyd dəftərimə yazacağam. Gözlüyün SS'liyim. Abbas orada özünü öldürür. Amma çətin sual. Mən bunu cəza verəsiniz də yəqin ki kiməsə. Bəli. Bizi burada qoyub. Bilirsiniz. Müəllim. 1000 dənə test cəza, yəni öz başına durub getmək, yəni belə olmaz da, xahiş edirəm. Məncə də düz deyirsən. Haqqı var. Əminə öz qazdığın quyuya düşdün o. Mən sizcə rezert cəza olaraq yəni gəlir. Yəni mən oturub 1000 dənə testdə həvəslə işləyərəm. Mənim üçün no problem. Bəli. Olsun. Yaxşı. Deməli belə. Silim. Bəli. Bircə dəqiqə müəllimə. Dediyim kimi ən pis ehtimalda perimetrə görə əzbərliyində 36-dırsa cavab konkret mənfi 54-dür. Yəni daha uca işdən keçib. Silə bilərsiniz müəllimə. Yaxşı. Növbəti sual var, buradan deyin. Bir yana ən axırıncı mənim sualım qalmışdı, amma uşaqlarda deyəsən 76 var. 76, 84, 94. Sözün açığı 38 ilə 70 aralığında Şah Abbasda var. Mən baxmasaq da var. Yaxşı, uşaqlar, baxın. Banu nə deyir bizə şərtdə qızım? Deyir ki, A vektoru bu vektoruna paraleldir. Qızım, paraleldirsə, A vektorunun koordinatları x, y-dir də. Qulaq as, əminə səsi bağla. A vektorunun koordinatları x, y-dir də. Paraleldirsə, nisbətlər bərabərdir. Yəni, x-in 1-ə nisbəti, y-in 3-ə nisbətinə bərabərdir. Burada x-imiz 1k-dır, y-imiz isə 3k-dır. Aydındır? Всё. İndi bizə A vektorunun uzunluğunu 2 kökətdə 10 veribdir. Onda belə çıxır ki, kökətdə kvadratlar cəmidir də uzunluq. 1k-nın kvadratı üstə gəl 3k-nın kvadratı bərabərdir 2 kökətdə 10-a. Bu deyilir kökətdə 10k kvadrat bərabərdir 2 kökətdə 10-a. Buradan da çıxır ki, deməli, kökətdə onları ixtisar aparırsan, kökətdə k kvadratdan da çölə k çıxır, bərabərdir 2-yə. K2-dirsə, gətirib yerinə qoysan x-i 2, y-də 6 tapırsan. Səndən də A-nın koordinatlarının hasilini soruşur. Yəni x vur y soruşur. 2 vur 6, 12 eləyəcək. Başa düşürük. Çatdı bizə. Mən də hər şeyi eləyib, gəl baxırda 6-nı 2-yə vurmamışam. Vurmamışdım daha doğrusu. Abbas orada nə deyinirsən? Hə?
Peşnar müəllim. Kamera Əminə danışandırdı ablasının şov göstərir. Deməli belə. Səsi Sileyim bunu. açıb mənim söz ata bilmir. Ona görə səs bağlı söz atır orada. Bəli, bəli. Sileyim bunu. Bircə dəqiqə. Yaxşı, Abbas. Yazmayanlar var. Evet. Mən gözləyirəm müəllimi izah eləsin, sonra yazım. Sənə Bağlı ilə deməyəcəyim. durmuşuq, Əminə ilə Abbasın dalaşmasına baxırıq. Hə? Bağlayın səsinizi. İmtahanda səni gözləməyəcəkləri, kodlaşdırma ilə yazma hesablama bir aparmalısan. Yaxşı. Öyle olur. Deməli belə. Uşaqlar sileyim bunu. Şah Abbas yazmayıb, mənim gözləyim. Ömrüm günüm gözləməklə keçib onsuz mənim. Gözləyərəm də nə olar ki? Müəllim heç istəmirəm. Sinətəcə. Sağ olsun, sen ne diyorsun? Hı? Sen ne yapıyorsun? Hazırlıqdayım. Kameranı Biz sen. də bu dəqiqə söhbətə qulaq asırıq. Müəllim dərs vaxtı durur, gedir, söhbət eləyir. Hə, elə bir ailədən biriyəm mən də burada söhbət edirik. Hə, Əminə? Ən azından mən sizi gözlətmirəm. Şah Abbas oturub promo. Özü tək sizi də yox. Burada 3 səfər oturmuşuq, Şah Abbası gözləyirik. Yaxşı. Sildim ha, Abbas. Bəli, müəllim silin. Mən Bugün dərsdə bir icazə dənə tez istəyirəm. yazın 77-ni. Bugün yeni dərsdə keçəcək. 77-ni yazın. Hadi gözləyirəm sizi. Nədir bala dərdin bu uşaqla? Bugünkü günü bilmirəm, bir şey qalmışam. Yaxşı. Şah Abbas orada özüm asacağım deyir. Hadi yazın 77-ni. Əminə səsi bağla. Əminə bu günləri tərsindən qaldı. Tərsindən yox, düzündən qalxıb bu günləri. Çox danışır. Abbas orada özü üçün deyinir. Yazıq Banu. Banu gedəri sakit uşaq yoxdur da. Ay mənim, elə sakit insanlardan qorxmaq lazım deyə. Oo, Banu bu da adekvat cavab ateşinə düşməni susturmalısan. Hadi. İsveç mama yanındadır, söz danışamırsan, hə? Yo, mama yoxdur. Nə deyim ki, mən sakitəm, ağıllıyam da. Bir şey dedim mi? Biz yaxşı tək Şah Abbas orada kimdən danışır zərfasız? Kimdən olacaq? Səsimi bağlamışam, sizin verdiyiniz cavablara öz-özümə danışıram. Yaxşı da uşaqlar 77-də nədir vaxt gedir? Sizdən sonra da dərsim var. Hə, 77-də 4-dür də müəllim. Sən Hə, tapdın 4. Bunu satdım, Abbas sən? 4-dür. Şah Abbas elə deyir 1 dəqiqə, hələ yazır. Hə, 4 da. Əminə sənin sualın nə idi? Başqa. Məndən axırıncı, 1-ci dəqiqə. 84'e baxdıq, 94 qaldı. Abbas yazdın sən də 77-ni? Hə. Yalan atmayın ha, 94. Skalyar hasilin ən böyük qiymətini soruşur. Uşaqlar, skalyar hasil koordinatların hasilləri cəmidir. Səsləri bağlayın, Əminə səsi bağlayın, Banu səsi bağlayın. Uşaqlar, skalyar hasilin ən böyük qiymətini soruşur. İmtahana düşə bilər. Skalyar hasil koordinatların hasilləri cəmidir. Yəni siz burada 1 çıxılsın x-i, 1 çıxılsın x-in kvadratını vurursunuz 1-ə, üstə gəl. -4'ü də vurursunuz 2x-a. Всё. Yəni bunun x-i budur, bunun x-i budur, bunun y-i budur, bunun y-i budur. Hasillərin cəmi. Bunu hesablamalıyıq. Bu olur 1 çıxılsın x kvadrat, çıxılsın 8x. Burada yerləri biraz nödramatdır. Bunu düzəldək. -x kvadrat, çıxılsın 8x üstə gəl 1. Oldu deməmişkən bu kvadrat üçədliymiş ki. Kvadrat üçədlinin də ən böyük, ən kiçik qiyməti düsturla tapılır. 4ac çıxılsın b kvadrat böl 4a. Tanışdı bu düstur. Ən böyük, ən kiçik qiymət bu düsturla tapılır. Ha. Yaxşı. Sizdən hər hansısa bir ifadənin ən böyük, ən kiçik qiymətini soruşsa bu düstur. Всё. Buradakı a x kvadratın əmsalıdır. -1'dir.
C sərbəst əmsaldır, müsbət 1-dir. B isə x-in əmsalıdır, -8-in kvadratı 64 eləyir. Bölünsün 4-a, yəni 4 vurulsun -1. Uşaqlar, yuxarı eləyir -4 çıxılsın 64, bölünsün -4. Bu da eləyir deməli nə? -68 bölünsün -4. Bu da 17 eləyir. Başa düşürük. Çatdı. İnanırsınız, düz gəlmişəm. O n bərabər 4 AC var. Bir dənə onu ağıl eləməyib getmişəm diskriminanta. Diskriminantdan necəydin kökü tapandan sonra? Heç bir fikrim yoxdur. Getmişəm, sonra da gedə bilməmişəm. Amma 70 tapmışam. 70-də kök altında 70-dən heç nə çıxardanmıram deyə yarım qaldı. Yaxşı. Uşaqlar başa düşdük. Abbas yazdıq. Yazdıq. Всё. Silim. Banu silim. Tamam. Bu günü və bu saatı tarixə yazmaq lazımdır. Səbəb? Abbas tez yazdı deyə. Yazın 95-ə sonuncu sual. Hadi gözləyirəm sizi. Yazın bircə dəqiqə gəlir. Bu sualın şərtini nə deyir bizə? Mənim deyir ki, vektorların skalyar hasilinin ən kiçik qiymətini tapın. Skalyar hasil necə hesablanır Abbas? Şey deməlimi, x üstə gəlsin, y eləydi. X kvadrat üstə gəl 1-dir. X kvadrat üstə gəl Bəli. 1-i 1-ə vuranda elə x kvadrat üstə gəl 1 eləyir. Üstə gəl. Bəli, bəli. Bunun y-i -2-dir. Bunun y-i -3x-dir. Vuranda da müsbət 6x eləyir. Bəli, elə yazmışım. Yəni bizim misalımız x kvadrat üstə gəl 6x üstə gəl 1 oldu. Bunun da ən böyük ən kiçik qiyməti düsturla tapılır. Yəni 4ac çıxılsın b kvadrat bölünsün 4a. Bu düsturla hesablanır. Yəni 4 vurulsun a-mızın yerində x kvadratın əmsalı durur. Yəni 1. C-mizin yerində sərbəst əmsal durur. Yenə də 1. B-nin yerində isə 6 durur. Kvadratı 36. Bölünsün 4 vurulsun 1-ə. Yəni bizim misalımız 4 çıxılsın 36 bölünsün 4 olur. Yəni -32-ni bölürəm 4-ə. Bu da eləyir -8. Başa düşürük. Bəli, müəllimə, başa düşdüm. Yaz dəftərinə. Silin bunu. Yaz. Bəli, müəllim, silin. Uşaqlar, yazın dəftərinizə trigonometrik tənliklər. Gedək trigonometrik tənliklərin canı üçün. Bir dəqiqə müəllim, mən səsim açıq qalıb. Bəli. Trigonometrik tənliklər. Ay müəllim, Bəli bizim. ekran kaydı edirsiniz. Bəli. Sərdən burada daşlarımıza getdi. Yox, bayaq səsimi bağlayanda bağlamışdım. Şeydir, ekran kaydı edirsə dəqiqində, çünki qaydanı zəhmə yazmaq istəmirəm, sadəcə qulaq asmaq istəyirəm, ona görə. Olar. Bəli. Deməli belə. Mən də trigonometriyana yazmışam. Trigonometrik tənlikləri mən bilən yazmamışam. Yazmışdıq tək keçəndə. Onda təzədən təkrar olacaq. Təzədən yaz zəhmət olmasın. Oldu müəllim, baş üstə. Banu Çiçək, sən nə yazmışıq trigonometrik? Yazmışıq hamısı. Hamısı canım yanır, belə yazmışıq deyəndə siz. Abala yazmışıq da adama deyirlər. Day niyə mənə təzədən keçdirir? Ay sənin canım yanır. Baxın. Uşaqlar, trigonometrik tənliklər. Qulaq asın. Səsi bağlayın, qulaq asın. Bir dənə ətraflı sinus haqqında məlumat verəcəm. Kosinus, tangens, kotangesi onun yolundan gedir. Eyni struktur olacaq. Uşaqlar, sinus x bərabərdir. Sinus x bərabərdir. A tənliyini həll etmək üçün nə edirik biz? Buradakı A ədədi. Həmişə 1 ilə -1 arasında olmalıdır. Aşa bilməz. Sən sinus x-i səhər 5 tapa bilməzsin. Çünki bunun qiymətlər çoxluğu 1 -1 arasında olur həmişə. Yəni ona görə A həmişə 1 -1 arasında olacaq. Uşaqlar, biz bu tənliyi həll edəndə düsturlar konkret var. Yəni düsturları əzbərləyərsiniz. Kitabda da var, Abbasda da var, Banuda da var. Əminə səndə var? Bəli, müəllim var. Gözəl, qəşəng. Uşaqlar, bir dənə dərəcədə qiyməti bilməlisiniz. Gəlin elə mən sizə misallar üzərində izah edeyim. Düşə biləcək tipləri sadəcə onsuz.
Yəni bu zaman daha yaxşı başa düşəcəksiniz. Deməli belə. Uşaqlar, baxın misal üçün birinci sual. Deyir ki, tənliyi həll elə. Tənliyi həll et demək nə deməkdir? Yəni x-i Bu tapmaq. arada üzr sen sözünüzü kestim. Aynen saxla da. Bunu mənə indi ilk hərəkətiniz yadınızdaydısa demişdiniz keçərik, qalmışdı. Yaxın düsturları qeyd edim, ondan sonra başlayaq. Uşaqlar, sinus x Amma bərabər. var düsturlar, yəni qeyd eləməsəz də olar. Hə, var düsturlar. Bəli. Deməli, qulaq asın uşaqlar. Deməli, biz bu tənliyi həll edin deyəndə x-i tapmalıyıq. Mən burada kosinüsü tapmaq üçün hər tərəfə kosinüsün birinci əmsalını bölərəm. Çünki kosinüsü təkləmək lazımdır. Misal olur kosinüs x bərabərdir 2-də 1. Uşaqlar, kosinüs 2-də 1-i harda olur? Hansı dərəcədə? 60 dərəcədə elə. Səhvdir. Bəli, pi böl 3-də. 60-da pi böl 3-dür. Pi böl 3-də y bəndində vardı, qutardı. Yaxşı? Bəli, imtahan düşmüşdü, yaza bilməmişdim. Tanmırsan da. Başa düşürük. Bəli. Tamam, bu mehriban niyə mənə zəng eləyir dəqiqədən bir? Deməli belə. İndi tapın misal üçün burada 2 nömrəli sualı. Buyurun. Görək bu mehriban nə deyir bizə? Cevap A'dır. Pi bölü 6'da. Dedin ki A'dır. 2-də A. Abbas, bax biz burada sinusu tapmaq üçün birinci hər tərəfi sinusun əmsalına bölürük. Yəni tapırıq ki, sinus x bərabərdir 2-də 1. Elə? 2-də 1-i sinus hansı dərəcədə alır Abbas? 30. Abbas dərəcələri əzbərləyin ha, gələn dərs bilməyənin vay halına. Deməli, 30 dərəcədə alır. Bəli, 30 dərəcədə pi böl 6 deməkdir. Cavab bir dənə A bəndindədir. Yaxşı. Belə də heç konkret mən sizə qayda, üsul izah eləmirəm. Buradan tapırıq. 3-də də A-dır, 4-də də A-dır. 3-də də buradan tangensi tapanda bunu soldan sağa keçirdirəm. Olur tangensi x bərabərdir kökətdə 3. Tangens kökətdə 3-ü harda alır? Hansı dərəcədə? 45. Xeyr. Neçədə? 60 dərəcədə. 60 Hə. dərəcədə. 60 dərəcədə də pi böl 3 deməkdir. Bəli, A bəndi. Yaxşı. Dərəcə cədvəlini öyrənin Abbas Banu. Dərəcə cədvəlini bildinsə, vəsyoda bütün misalları tapacaqsan. Bir dənə dərəcə cədvəlini bilməsən, vay halına. Deməli belə. Düzdür. Gəlin davam edək. Baxın misal üçün indi burada misal üçün hesablayırıq. 4-də də A-dır, burada 4-də tapmışdım. Onları evdə yazacaqsınız. Baxın misal üçün 6 nömrəli sual. Kotangensi tapırıq. Olur 3 kotangens bərabərdir kökətdə 3-ə. Buradan da kotangens bərabərdir kök 3 böl 3-ə. Uşaqlar kök 3 böl 3-ü kotangens hansı dərəcədə alır? Bunu bilməliyik indi biz. 60 dərəcədə. Bəli, 60 dərəcədə pi böl 3 deməkdir. Pi böl 3 də bir A bəndindədir. Başa düşürük? Banı başa düşürük? İstiyor. Deməli belə. İlk suallar deyirəm, baxırsınız. Bizə tip suallar lazımdır. Hamısını yazmayasınız onsuz. Ona görə nöqtə. Mən bir dənə altını qala qaytara bilərsiniz. Altını? Bəli, bəli. Bir də 5-ci günün vaxtını. Saat 6-da da. Uzaq başı 4-də 5 çəkmək mümkündür. Ya səhərə. Nəyi? Yox, 5-ci gün. Bugün sabahın dərsini sabah 12-yə salmaq istəyirəm. 12-yə 1-ə alınar. Olar. Sabah neçənci gündür? Alınmır. Alınmır. Xeyr. Məndə də alınmır. 2-yə 3-ə. Saat 3-də hardasa gəlirəm. Yox, 2-də gəlirəm, 2-də. 2-də oradan Bax sən çıxıram. 2-yə 3-ə. 2-yə 3-ə alınar məndə 2. 3-ə salmaq olur. 3-ə salım. Hə, olar. Arzuya görə deyirəm, sabah 3-ə salaq. Yaxşı. Olar, Yazarsınız bəli. və arzuya görə deyin ki, arzu sənə də uyğundursa saat 3-də keçək, uyğun deyilsə axşam 7-də keçəsik. Arzu xanım sabahları amma večerə gedəcək. Deməli belə.
Məhərrəm vaxtı. Onlar o vaxtda salıblar da. Məhərrəmliyin ona nə dəxli? Nə bilim. Utanmaz. Məhərrəmliyin ona nədir? Yox, mənim nə dəxli var ki? Mahnıya görə dedim də mən. Planlanmış bir şey. Tamam, mənim nə dəxli var ona? Düz yerdə. Aşağılar. Abbas, mənlə bu mövzularda gəlmə ha. Qovularsın sözünə görə. Yox, mən çox girişmirəm belə din məsələlərinə. Girişmir. Siyasətlərin Ucu içindəyəm. gətirək pəmbə. 18 nömrəli sual. Əminə səsi bağla. Əminə. Dərs vaxtı belə şeylər olmaz, xahiş edirəm. 23 18 23 bir də 25-ə baxasıyıq. Bir də 17-yə baxasıyıq birlikdə. Uşaqlar, kotangens mənfi 1-i harda alır? Hansı dərəcədə? 5. Neçədə? 45-də də. Yox. Bir alır. Müsbət 1-i 45 dərəcədə alır. Mənfi 1-i pi çıxılsın 45 dərəcədə alır. Yaxşı? Kotangens mənfiləri həmişə belə alır. Müsbətləri bilirsiniz. Məsələn, müsbət 1-i 45 dərəcədə alır. Amma mənfi olanda pi çıx olur. Kosinusda da belədir. Uşaqlar, bizim onda misalımız belə olur ki, 3x çıxılsın pi böl 4 bərabərdir pi çıxılsın pi böl 4-ə. Burada pi böl 4-lər islah gedəcək, soldan sağa keçirdəndə. 3x bərabər olacaq pi-yə. Buradan da x bərabərdir, x bərabərdir. Hər tərəfi 3-ə bölsən, pi böl 3 alacaqsan. Pi böl 3-də bir dənə A bəndində var, cavab A bəndi. Yaxşı? Çatdı? Yazdınız dəftərinizə. Bu neynisin verəcəm. Deməli belə. Buyurun, 19-u yazın bir dənə tez. Cavabı demək, qoy Şahbaz desin. Kapanmadım. Banu deyin cavabı, Əminə. Adı. Biri B-dir, biri A-dir, elə? Mən də C deyirəm. Yaxşı, mən də Y deyirəm. Görək hansımızın cavabı düzdür. Deməli, uşaqlar, mən atıram, sonra deməyin ki, müəllim səhv deyər. Deməli belə, gəlin baxaq. Uşaqlar, biz birinci kosinüsü tapmalıyıq. Kosinüsü tapmaq üçün əmsalını bölün. Hər tərəfi 2-yə bölün. Kosinüsü birinci tapaq. Kosinüsümüz olur pi bölü 6 çıxılsın x bərabərdir. Kök 3 bölünsün 2-yə. Kosinüs kök 3 bölü 2-ni hansı dərəcədə alır? 30 dərəcədə. 30 dərəcədə alır. Kök 3 bölünsün 2-ni. Bəli. Bu da olur pi bölünsün 6 çıxılsın x bərabərdir. Bu 30 dərəcədə alır da, elə deyilmi? 30 dərəcədə alırsa 30-da pi bölü 6-dır. Onda belə çıxır ki, bunu soldan sağa keçirdəndə nə alınacaq? İslah gedəcək. Mənfi x bərabərdir. Heç nə qalmadığına görə elə bilin ki, pk deyirik. Sadəcə variantlarda 2 pk daha doğrusu deyirik. Variantlarda 2 pk yoxdur. Səbəb nədir? Bir dənə baxaq. Nədir problem burada? Kök 3 bölünsün 2-ni 30 dərəcədə alır. Pi böl 6-da. Bu düzdür. Daha sonra. Gəlin bunu riyazi üsulu ilə hələ bir tapaq. Deməli, bu olur nə? Pi bölünsün 6 çıxılsın x bərabərdir. Müsbət mənfi. Müsbət mənfi söhbəti var da. Müsbət mənfi pi bölünsün 6 üstə gəl 2 pk. Konkret qaydada əslində belədir uşaqlar. Kosinus x-i tapanda A tənliyində. Burada x bərabər olur müsbət mənfi arc kosinus A üstə gəl 2 pk. Əslində qayda budur. Qaydası budur. Əminə. Yaxşı? Yəni müsbət mənfi söhbəti var da. Səhv gedib yolu düz gedib cavabı səhv düz tapmışam. Bilirsən problem burada nədir? Burada məsələ nədən ibarətdir? Bir dəfə müsbət pi bölü 6 desəz, bu olur pi bölü 6 çıxılsın x bərabərdir. Pi bölü 6 üstə gəl 2 pk-ya. Burada bunlar islah gedir. X bərabərdir 2 pk tapırsınız. 2 pk olan bir bundadır, bir də bundadır. A, D, Y.
Cavablar ya A'dır, ya D'dir, ya da Y'dir. Bir bu. Bir dəfə də buna mənfi deyirsiniz. Sizin misalınız olur. Pi bölünsün 6 çıxılsın x bərabərdir mənfi pi bölünsün 6 üstə gəl 2 pi k'ya. Bunu hesablayırıq. Bunu soldan sağa keçirdəndə işarə dönür. Olur mənfi x bərabərdir mənfi pi böl 6 çıxılsın pi böl 6 üstə gəl 2 pi k. Mənfi pi böl 6-dan pi böl 6-nı çıxanda uşaqlar məxrəclər eynidir da. Bir məxrəcin surətində işarələr eyni olduğuna görə işarə qalır, ədədlər toplanır. 2 pi böl 6 olur. Üstə gəl 2 pi k. Burada 2'lər ixtisar getsə, hər tərəfi də mənfiyə bölsən, alırsan 3'də pi üstə gəl 2 pi k. Hansındadır görək 3'də pi? Deməli, A bəndində. Qutardı. Başa düşürük? Bəli. Çatdı sizə. Abbas, başa düşmürsən sən? Çətindir. Mən biraz qarışıq gəldi, başa düşmədim. Yaxşı, bir də izahını verək. Abbas, qayda dəftərin yanındadır sənin. Yəni bunun asan yolu olmadı da, təəssüf ki. Bayaqları asan yolla dedim gedək. Asan yolla gördük ki, cavab çıxmadı da, variantda yox idi. Ona görə mən bunun əsl riyazi üsulunu dedim sizə. Yəni bunun asan yolu bayaqdan dediyim misallarda görürsünüz ki, cavab verir konkret. Amma bu misalda 0 alındığına görə variant görülmədi. Buna görə əsl riyazi üsulu ilə getmək məcburiyyətində qaldıq. Ona görə bu qədər uzadı. Normalda kosinus x bərabərdir A tənliyini həll eləyəndə x bərabər olur müsbət mənfi arc kosinus A. Üstə gəl 2 pi k'ya. Düstur budur, ağıllım. Düstur budur. Biz burada kosinusunu tapmaq üçün hər tərəfi 2'yə bölsək, olur kosinus pi bölünsün 6 çıxılsın x bərabərdir kök 3 bölünsün 2'yə. Yəni bizim misalımız olur pi bölünsün 6 çıxılsın x bərabərdir müsbət mənfi arc kosinus kök 3 bölü 2 üstə gəl 2 pi k. Bayaq da mən soruşdum axı, dedim ki, bəs bu kök 3 bölü 2'ni hansı dərəcədə alır? Yerinə nə yazaq? Nə dediniz? Ne yazaq yerinə? 30. 30. Yəni pi böl 6. Bizim misalımız olur. Pi böl 6 çıxılsın x bərabərdir. Müsbət mənfi pi böl 6 üstə gəl 2 pi k. Yaxşı. Buradan da x'ı tapmaq üçün bir dəfə bunun müsbət halına baxırsan, bir dəfə də mənfi halına. Müsbət halına baxsan, islah gedir deyə elə 2 pi k tapırsan. Biri budur. Variantlarda bax burada var 2 pi k. Cavab ya A'dır, ya D'dir, ya da Y'dir. Bir də mənfi halına baxırsan, mənfi halına baxanda soldan sağa keçirdəndə toplanır da. Yəni pi böl 6'nın üstünə pi böl 6 gələndə 6'da 2 pi eləyir. Bu da 2'lər ixtisar gedəndə qalır pi böl 3. Pi böl 3 olan variantda bir dənə A bəndindədir. Çatdı? Bəli, müəllim. Keçək indi növbəti suala. Uşaqlar, buradan baxırıq indi 25 nömrəli suala. Baxın 25'ni. Görək asan yolla tapmaq olursa əla, süper. Biz buradan biri soldan sağa keçirdirik. Biri soldan sağa keçirik. Olur 2 sinus x bölü 2 bərabərdir mənfi 1'ə. Hər tərəfi 2'yə bölürük. Olur sinus x bölü 2 bərabərdir mənfi 2'də 1'ə. Uşaqlar, mənfi 2'də 1'i sinus hansı dərəcədə alır? Hansı dərəcədə? 2'də 1'i harda alır? 2'də 1'i. 30'da. 30'da. Sinusun mənfisi ilə mənfidir. Deməli bu mənfi 30'da alır. Bir dənə kosinusla kotangens də elə deyil. Mənfi olanda pi'dən çıxırsan. Amma sinusla tangens də mənfidirsə ilə mənfidir. Yəni x bölü 2 bərabər. Cavab 7 çıxacaq. Məncə. Mənfi 2'də 1'i dedik ki 30 dərəcədə alır. Yəni mənfi pi bölünsün 6'da alır. Elə deyil mi? Bəli. İndi biz buradan x'i tapmaq üçün hər tərəfi 2'yə vurasıyıq. Hər tərəfi 2'yə vurasıyıq. 2'yə vuranda da bu olur mənfi, deməli pi bölünsün 3. Pi bölünsün 3. Baxın, bir D bəndində var. Bir D bəndində var. Bir də Y bəndində var. Bir D'də var, bir də Y'də var. Cavab görəsən, D'dir yoxsa Y'dir? Bu da düsturlandır. Ana düstura baxsaz, sinusun mənfi halı
qüvvətdə cəmlə olandır. Yəni sinus, baxın. Normalda sinus x bərabərdir mənfi a tənliyinin həlli. Düstura fikir versəz, düsturda mənfi 1 üstü k plus 1-dir. Yəni k plus 1 olanı seçirsiniz. Yaxşı? Müsbət olsaydı bu olacaq. Deyəcəkdim. Bəli. Müsbət olsaydı bunu seçəcəydiniz. Başa düşürsünüz? Deməli, mənfi olanda qüvvət k plus 1 olur. Amma müsbət olanda qüvvət təkcə k olur. Yaxşı? Düsturda baxın da əzbərləyin də onları. Sinusun mənfi alında k plus 1-dir, müsbət alında isə təkcə k-nandır. İndi misal üçün gəlin baxaq hansı suala. Bir dənə baxın indi bu suala kosinusdan olandır. Yəni düstur dəftərinizdə yanınızda olsun ki, baxın fikir eləyin, nəzər eləyin, görün nə tapırsınız. Buyurun. Baxmışam cavabı. Abbas tapdın? Abbasın bir baxışlarına baxın. İmkan versəydilər tapacaqdım. Yaxşı, Tap biz gözləyirik onsuz, narahat olma. Yo, da deyil. Uşaqlar deyin cavabı nədir cavab? C. C. Yaxşı, gəlib baxaq. Biz dedik ki, kosinusu təkləməliyik. Yəni bu tənliyi həll eləyəndə Abbas, bu olur 2 kosinus 2x bərabərdir mənfi kök 3-ə. Buradan da kosinus 2x bərabərdir mənfi kök 3 bölünsün 2-yə. Yaxşı, kosinusu təklədik. İndi uşaqlar, normalda kök 3 bölü 2-ni kosinus harda alır? Şeydə 30. 30 dərəcədə alır. İndi bu mənfidir deyə pi çıxılsın 30 dərəcə olacaqdır, tamam mı? Bəli. Sadəcə burada 2x var da, yəni 2x bərabərdir, pi çıxılsın, deməli pi böl 6. Pi'dən pi böl 6 çıxanda 6-da 5 pi qalır. Abbas, 1-dən 6-da 1 çıxanda 6-da 5 qalır da. Deməli, belə sizin yolunuzda qurban olur ha, hər şey. Deməli, x-i də tapmaq üçün hər tərəfi 2-yə böləcəm. X də bərabərdir 12-də 5 pi cəvab. 12-də 5 olan bir dənə burada cəvab. Başa düşdün? Bəli. Bəli. Abbas. Bəli, müəllimə başa düşmüşəm, bəli. Dalmısan, yazdın? Xeyr, mən yazıb qurtarmağınızı gözləyirdim ki, tam başa düşüm. Hə, tamam, yaxşı. Sən gözləyirəm. Abbasa baxanda yadıma düşür. Deyir, dilimi saxlaya bilərəm, amma mimikalarımı asla da. Sən də bir baxış atır. Dərsi ciddi almaq olmur. Ay Allah, bu Banu necə ciddi qızdır. Heç ciddiyyətim pozmur. Tərkləmiydən cizaya çıxacaq. Boysuz bilirəm, sən çıxardırsan elə olmadı. Baxın. Yeni göstərəcəklər. Bayaqdan Fikrimi yəni mən neçə dəfə reklam eləmişsən onu. Özdə baxın, mən riyaziyyat qayda yazıram. Görürsünüz, mənim qeydlərimi aparıram. Ay, sağ ol, yaxşı. halaldır. Yaxşı. Onu biraz tez elə biraz Yo, mənim hər kəs bir şey üçün. silin bunu. Bəli, Yo, biz müəllimə. niyə soruşur? Şah Abbasdan soruşun. Bəli. Deməli, yuxarı qaydaq. İndi bax burada. Banu, hasil sıfıra bərabərdir də qızım, elə deyil. Koytangens vur sinusla bağlı. Hasil sıfıra bərabərdirsə ayrılıqda nə etməlisiniz? Sıfıra bərabər gələcək də. Bəli. İkisinin də Abbas, bura qulaq as. İkisini də ayrılıqda sıfıra bərabər edirsiniz. Bu hissənin kökü yoxdur. Niyə? Çünki burada sinus x mənfi 2-yə bərabər olur. Dərsə başlayanda dedim ki, sinusla kosinus 1 mənfi 1-i aşa bilməz. Aşdısa kökü yoxdur. Yaxşı? Bu hissəni açarsın. Kotangens sıfırı hansı dərəcədə alır? Bir dənə bunu bilmək lazım. 180, Yox. 90. Kotangens kosinus böl sinusdur da, bəli, 90 dərəcədə alır. Pi bölünsün 2-də. Pi böl 2 olan variantda onsuz bir dənə A bəndidir. Pardon. Yaxşı? Uşaqlar, dərəcə cədvəlini əzbər öyrənin. Bildinizsə uddunuz, yəni tənliyi 100% yazacaqsınız. Deməli, gəlin davam eləyək. Buradan 17 nömrəli sual.
17 nömrəli sualın bünövrəsində balaca problem var. Nədir? Baxın bu hissəyə. Uşaqlar, Su və yaxud da kosinüsü açaq. Bu şey değil. Koştur değil mi mesela? bəli, bəli. Ay Allah. Bu hissə qoysun sinus 2 alfadır. Sinus 6x bərabərdir 1. Buradan da sinus 6x bərabərdir 2-də 1-ə. Sinus 2-də 1-ə 30 dərəcə pi bölü 6. Bəli, pi bölü 36. Hər tərəfdə 6-ya bölərik. Pi bölü 36. Bu variant hansında olsa cavab budur. Yaxşı. Bəli, mənfi olmadığı üçün Y. Bəli. Yazın bir dənə dəftərinizə variantı da baxaq. Şah Abbas yazsın. Bana başa düşdük qızım. Banının ciddi yok. Barıştınız siz. Ha. Ağzınızı başınıza toplayın. Yazdım müəllimə. İndi pi böl 36 Sən də oldu. tam vaxtında dedin, ay yazdım. Hay, dəhşət. Gözləyin. Yazın indi 16-nı. Buyurun. Tapdım. Ben taptım. Demə azaldı. Düzdür məndə. Abbas təkləmsiz. Baba. Birinci Şah Abbasla olmaqla deyil, ay mənim gedib orada 40 nəfərlə düşman kəsib, 2 nəfərin şeyini qaldıra bilmir. Ağrıydı. Mən nə cavab verim indi bunlara? Bu videolu idi ha mənim. Siz də gəlin. Mən bilənəmirəm. Ay tövbə, desələr ki o cümləni bir də qur getdi, o cümləni də hardan quracaq? Video qeydi var, götürərsən onu. Deməli uşaqlar, deyin görüm cavab nədir 16-da? A, cavab B, hə. Video qeydi neçənci dəqiqəsi və saniyəsidir? 1 saat 1 dəqiqə. Hardasa buralarda. Hə. 1 saat. Bunu qeydim. Deməli uşaqlar, cavab hansı variant dediniz? B. B, B. Abbas. Amma Şah Abbas demədi. Deməli. Səsi bağlayın indi Abbasla danışasın. Abbas eşidirsən məni? Bəli, müəllimə, eşidirəm. Abbas küstü. Abbas ağılım. Zarifat bir tərəfə. 4'ü yazırsan 2 vurulsun 2 kimi. Sinus. Bəli, mən elə yazmışam. Prosta indi mən yazmağa gedirdim. Tappa-taraf cavabları dedilər. Mən də atdım uçqan belə dedim yazmıram. Neyin açmasıdır Abbas? Bu neyin açmasıdır? Vallahi mən də bilmirəm. Bəlkə qrupda bayaq sizə tez-tez etiketləyirdi. Mən də dedim ki, etiketləmə zadına 100% onun acığın çıxır. Mən səndən sual soruşuram. Canım yapamazsın sən. Şah Abbas'da devirlər yandı ya, bilmədim hansı suala nə cavab verir. Ay baba mən səndən dərs soruşuram, sən dərdi izah edirsən. Hər dərsi bağışlayın müəllimə. Sənin diqqətin hardadır? Mamanla Yox, danışacağım dediniz nə? Mən dediniz nəyin atışmasıdır? Mən də elə bildim. Neyin açmasıdır dedim. Abala bura bax, bura inanam. Bu neyin açmasıdır? Hansı düstur?
Ay benim öleceğim indi gülməkdən. Bağla səsini. Abbasın bu günləri devrələri yanıbdı. Başım xarab oldu yüz mənim. Dedi bu neyin açmasıdır? Nə müəllimə? 2 sinus x bölü 2 kosinus x bölü 2. Sinus 2 alfanın açmasıdır. Sinus 2 vurulsun. Alfamız da burada indi x bölü 2'dir da. 2'ni x bölü Öyle. 2'ye vuranda onsuz 2'lər ixtisar gedir. Elə bizim misalımız 2 sinus x kimi qalır. Bərabərdir 1. Buradan sinus x bərabərdir 2-də 1'ə. 2-də 1'i harda alır Abbas? Hansı dərəcədə alır? Sinüs 2 30'da. Yəni pi böl 6. Pi böl 6'mız da burada cavab B bəndə olacaq. Deyə bilərsən D'də də var pi böl 6. Axı mən dedim mənfi olanda k plus 1 olur. Bu mənfi deyil axı müsbətdir. Ona görə bunu seçirsən. Yaxşı mənfi olanda sadəcə k plus 1 olur. Anladın? Bəli müəllimə, bəli. Tamam, gəlin davam eləyək. Uşaqlar yenə də baxırıq suallara. Sonra bir dənə də suala baxaq. Ondan sonra tapşırıqları deyəcəm sizə. Deməli, Valla o axırıncı sözümdən sonra nə oldusa oldu şu haftası. Abbasın devrələri yanıb. Deməli uşaqlar, baxın bir dənə 33 nömrəli suala. Abbas nə qədər? O nədir Abbas? Nə alətidir o? Mən masajdır deyəsən, mən bundan özümü masaj yapılar. Bizim day sözüm yoxdur. Bizim işimizə bax da ay Allah. Ay Allah, Mən cəld çox ol. konuşturmayayım. Görüntüm Boş var vaxtıma benim çıxmıyor. sözə. Yaxşı. Baxın 33-ə gözləyirəm. Hadi, Banu. Boş müəllimə, boşdur. Ben taptım. Qəşəng, digərləri də tapsın. Bircə dəqiqə gəlirəm. Səsimi çıxartmıram demək, o demək deyil, tapmamışam. Deyin görüm hansı Vallahi. variant? 33'də. Qardardı. Deyin də 33'də nədir variant? Abbas de. Y variantı tapmışam. Səhv tapıbsan. Hansı Nə olsun? Tapmaqla deyil, Mən səhv də bax tapıbsan. səsini çıxartdım axırı. Uşaqlar, düzdür 45 dərəcədə alır pi böl 4 burada. Sadəcə sinusun dövrü nədir? Cavab hansı variantdır uşaqlar? C. C Vardı. bəndi, bəli. Abbas, struktur var. Sinusun qaydası belədir ki, x bərabər olur mənfi 1 üstü k arc sinus a üstəgəl pi k. Yəni sən burada Evet. mənfi 1 üstü k-nı bir dənə unutmusan da. Yəni pi böl 4-dür bəli cavab, amma mənfi 1 üstü k ilə. Bayaq dedimi, müsbətdirsə üstü k olur, mənfidirsə üstü k plus 1 olur. Tamam mı? Bəli müəllimə, bəli. Yaxşı uşaqlar, gəlin tapşırıqları deyim. Qrupa da qeyd eləyərsiniz. Sabaha da dərsiniz. Qrupa da yazın. Arzuya da uyğunsa sabah 3-də. Deməli, 64-dür səhifə. 1-dən 7-yə qədər hamısı. 1-dən 7-yə qədər. Sonra 24, 27, 28, 30, 32, 33, bəzi sualları birgə yazasıyıq. Deməli, 40, deməli, 44,
45 bu ilin imtahanına düşmüşdü. 45 nömrəli sual.